Biz direktorla görüşə bilərik, danışa bilərik. Məlumat verə bilərsiniz, gəlmişik. Uşaqlardan soruşuram, deyib bizi öyrədib içəridə göndərirlər ki, heç nə danışmır. Sosial şəbəkələrdə 281 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin soyundurularaq videoya çəkilməsi ilə bağlı iddialar yayılıb. Biz də məsələni araşdırmaq üçün sözügedən məktəbə gəlmişik. Uşaqlara deyəsən əl edirsiniz bayaqdan ki, danışmayın. Oradan gəlib tartırlar ki, bəs uşaqlar Edirəm təhsil idarəsində məlumat var. Direkt təhsil məlumat verə idarəsi. bilərsiniz ki, Direktor burada yox. üzünün efirdə görünməyini istəməyən valideynlərdən biri uşaqlara bu məsələ ilə bağlı danışmağa qadağı qoyulduğunu və təhsil müəssisəsində bu cür hadisələrin bir neçə dəfə yaşandığını deyir. Uşaqları içəridə qorxudub çıxardılar. Bir uşağın psixoloq, bu psixoloq bu vaxtda kim haradaydı? Bu 7 ildir bu psixoloq hani ölüb. Bir aybın yoxsa qapını niyə bağlayırsan? Sual verin də onlara. Hələ çox şeylər olub məktəbdə örtbas eləyirlər. Bunu bilin bəsdir. Məsələ ilə bağlı 281 nömrəli tam orta məktəbinin rəhbərliyindən belə cavab aldıq ki, məktəbin 7-ci sinif şagirdi davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv hərəkətlər edir. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı ona xəbərdarlıq olunmasına baxmayaraq müsbət nəticə əldə edilməyib. Sentyabrın 18-də tənəffüs vaxtı 7-ci sinif şagirdləri davranış qaydalarını mütəmadi pozan şagirdə qarşı təzyiq göstəriblər. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb. Aidiyyatı qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır. məsələyə Bakı Şəhər Təhsil İdarəsinin münasibəti isə belə oldu. Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən məktəbdə sağlam psixoloji mühitin möhkəmləndirilməsinə dəstək üçün əlavə psixoloq cəlb olunub. Bu kimi hallarda təhsil alanların psixoloji zərər görməməsi və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır. Şagird davranış qaydalarına uyğun olmayan hallara qarşı qanuna uyğun tədbirlər görülür. Cinayət məcəlləsində 16 yaşını tamam olmuş şəxslər ancaq cinayət məsuliyyətinə cəlb oluna bilər. Müəyyən kateqoriya cinayətlər var ki, həmin şəxslər 14 yaşında da cinayət məsuliyyətinə cəlb oluna bilər. Misal üçün, qəsdən adam öldürmə, sağlamlığa az ağır və ya ağır xəsarət yetirmə, xuliqanlıq. Hansı ki, sadə xuliqanlıq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məsuliyyət üçün 16 yaş olmalıdır. Ancaq ağırlaşdırıcı hallarda xuliqanlıq, misal üçün, bir qrup şəxs halında xuliqanlıq artıq 14 yaşın olmağa kifayət edir. Video yayılmış şəxslər təbii ki, Cinayət Məcəlləsinin 156-cı maddəsinə məsuliyyət cəlb oluna bilərlər.